Natiq bəy, istəyərdim ki, elə Sahil bəyin dediklərindən çıxış eləyərək siz də bu müzakirəyə qoşulasınız. Bu baxımdan ki, Sahil bəy deyir ki, hələ biz bunu tam olaraq müharibə adlandıra bilmərik. Amma ölənlər var, yaralılar var, hər dəqiqə xəbərlər yenilənir, təhdid pik həddədir. Və düzdür, İran Xarici İşlər Nazirliyindən biraz yumşaq ritorika deyə bilərik buna. Çünki bu qədər gərginliyin içində danışıqlarla bağlı hələ tam qərarın verilməməsi yumşaq ritorika kimi qəbul oluna bilər. Amma ümumilikdə çox sərtdir danışıq dili. O zaman siz hazırki məqamı müharibənin anonsu və yaxud da kiçik bir müharibə kimi qəbul edirsiniz, yoxsa siz də Sahil bəy kimi deyirsiniz ki, quru qoşunları dövrəyə girməyincə biz hələ buna tam müharibə deyə bilmərik? Ümumiyyətlə İranla bağlı istənilən müzakirələrdə heç vaxt quru qoşunları ilə İrana müdaxilə edib oranı işğal etmək senarisi olmayıb. Masada elə bir senari yoxdur ki, bundan öncəki dövrlərdə də bu gərginlik dünənin gərginliyi də deyil. Bu 79-cu ildən bəri, İran İslam İnqilabından bəri davam edən bir gərginlikdir. Ona görə də biraz xronologiya baxmaq lazımdır. Bu müasir 21-ci əsr müharibəsidir. Bəli, zərbələr də endirilir. Amma bu klassik müharibə deyil. Yəni quru qoşunlardan istifadə olunmayacaq. Zaten nə İran İsraili işğal eləyən deyil, nə İsrail gedib İranı işğal eləyən deyil. Belə bir şey olası deyil. Çünki bu İraqla, Suriya ilə müqayisə olunmaz dərəcədə bir başqa bir məsələdir. Çünki həm İraqda, həm Suriyada yerli qruplara söykənən, silahlı qruplara söykənən bir işğal faktı da olmuşdu qərb dövlətlərinin. Amma İranda bu hələ ki yoxdur. Söhbət bu xronologiya baxanda doğrudan da Trump administrasiyası bir neçə görüş keçirdi və çalışdı ki, görüşlər zamanı yeni bir anlaşmaya, yeni bir nüvə anlaşmaya gedilsin. İran tərəfi məsələni uzatmaqla məşğul idi və pik nöqtə o dövrə çatdı ki, MAGATE-nin bir hesabatı yayımladı bu hücumdan bir neçə gün öncə və MAGATE-nin hesabatında dedilər ki, artıq İran bəzi məsələlərdə yanlış məlumat verir, artıq nüvə silahının alınması ilə bağlı irəliləyiş kifayət qədər ciddidir. İsrail bunu əsas gətirir son zərbələrində və o məntiqlə əsas gətirir ki, BMT-nin iki üzvü, biri İran, biri İsrail, BMT-nin üzvləri olmasına baxmayaraq, bir üzvü rəsmi doktrinasında digər ölkənin tamamilə məhv edilməsi ilə bağlı qərar qəbul edir. Yəni İran dəfələrlə öz rəsmi doktrinasında İsrail adında dövlətin olmayacağını və onun yer üzündən siləcəyini bəyan edib və hərbi doktrinasına salıb. Bunun üçün də nüvə silahının əldə edilməsi İsrail üçün həddindən artıq ölüm-qalım məsələsi idi. Bu hücumların effektiv olub-olmayacağı bir neçə zamandan sonra üzə çıxacaq ki, nüvə proqramı dayandı mı, dayanmadı mı? Əsas məsələ budur əslində İsrailin hücumlarının. Yəni deyirsiniz, nüvə proqramı dayandırılsa, İsrail bir növ hədəfinə çatmış kimi. Bəli. Çünki zaten hədəf, yenə təkrarlayıram, hədəf İranın işğalı da deyil, İranın hansısa bir formada amma biraz zəiflətməkdir, regionda təsir gücünü azaltmaqdır. Zaten bu proses çoxdan başlamışdı. Proksilərlə bağlı əməliyyat başlayanda o zaman da çox belə ciddi analitik qruplar yazırdılar, dünya mətbuatında da var idi ki, bu Suriya hadisələrinin növbəti addımı zaten İran olacaq. İranın nüvə silahı əldə etməsi bölgə ölkələri, tək İsrail üçün yox, elə Ərəb yarımadası ölkələri üçün də kifayət qədər ciddi problemdir. Və bu prosesdə yeganə bu dəqiqə çox güman ki, belə həddindən artıq qəmli fikirlərə dalan elə körfəz ölkələridir. Çünki Trump onlara söz vermişdi ki, müharibə olmayacaq. Onun əvəzində də 4 trilyon dollara yaxın bir müqavilələr imzalamışdı. İndi müharibə gedir və görürsünüz ki, ilk bəyanatlar da həmin Ərəb körfəz ölkələrinə səsləndirdi və İsraili kəskin şəkildə qınadılar və müharibənin dayanmasını istədilər. Və yeri gəlmişkən Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da kifayət qədər balanslaşdırılmış və doğru bir bəyanat idi. Eskalasiyanın azaldılmasına yönəliydi. Narahatlıq duyruq tərzində. Məncə də MAGATE-nin hesabatı olmasaydı, bu hücumun indiki həyata keçirilməsi bəlkə də baş verməzdi. Çünki son danışıqları da gözləməli olardılar. Amma maraqlı olan nədir? Dünya mətbuatının yazdığı məlumata görə Amerika Birləşmiş Ştatları ilə danışıqda iştirak edənlərin demək olar ki, hamısı İsrail hücumundan sonra öldürülür. Sanki belə bir mesaj da verilir İsrailin əli ilə ki, əgər bunlar anlaşmadılar və hallarını gördünüz. Növbəti gələnlər anlaşmalıdırlar. Yəni bu anlaşsalar, bundan sonraki proseslər daha yumşaq şəkildə davam edə bilər. Məncə həm də bu mesajı verdilər İsrail. İranın öz ərazisində İsrail bazaları olur. Çox uzaqda axtarmağa ehtiyac yoxdur. Onu başqa yerdə axtarmaqdansa özlərində axtarsaydılar, bəlkə də tapardılar və yaxud da tapmazdılar, bilmirəm. O ki, qaldı rejim dəyişikliyi məsələsinə, burada çox maraqlı bir detala toxundu. Mən biraz fərqli düşünürəm bu anlamda. Nəyə görə? İran cəmiyyəti və İran toplumu kifayət qədər dinamikdir.
74% əhali inqilabdan sonra doğulanlardır artıq. Və gənc əhalinin sayı dünyada çox nadir görülən hadisədir ki, 0-15 yaş əhali, yəni uşaqların sayı 24%-dir. Yəni dünyada nadir belə ölkələr var. O gənc toplum zaten dəyişiklik istəyir. Onlar dəyişəcəklər. İran daxildən dəyişməsi daha məntiqlidir və daha doğrudur və belə də ola bilər. Xarici müdaxilələr olduqca əks effekt yaradır. Xarici müdaxilələr olduqca İran cəmiyyətində müxalif səslərin əzilməsini, bu fürsətdən istifadə edərək rejimin daha çox qəddarlaşmasının şahidi olur. Və bunun nəticəsində də İranın daxilində gedən proseslərə mənə elə gəlir ki, qərb dövlətləri bundan sonra daha çox önəm verəcəklər. Və bu son hücumunda ən maraqlı detallarından biri ondan ibarət oldu ki, bundan öncəki dövrlərdə belə hadisələr baş verəndə İranda sel şəklində insanlar küçəyə çıxıb hakimiyyəti dəstəkləyirlər. İndi bir Tehranda kiçicik bir aksiyadan başqa ciddi bir dəstək aksiyalarını bütün ölkə boyu görmədi. Yəni İran cəmiyyətində də daxildə baş verən hadisələrin və bu sistemin yaratdığı fəsadları artıq qəbul etməyən bir dinamik toplum yetişib. Və kifayət qədər də savadlı insanlardır onlar. Yəni 3,2 milyon tələbə var bugün İranda təhsil alan. Yəni əvvəlki dövrlər deyil. Təhsillik səviyyəsi 97%-a çatıb. Hansı ki 70-ci illərdə bu 30%-a çatmamışdı. Yəni İranın dəyişiklikləri, İranla bağlı dəyişikliklərin daxildən olması ehtimalı kifayət qədər ciddidir. Və indi keçmiş Pəhləvi ailəsinin də kifayət qədər aktivləşməsi, digər qrupların da aktivləşməsi onu göstərir ki, növbəti mərhələdə İranın daxilində gedən proseslərin biz maraqla izləməli olacağıq. Və burada da Avropa İttifaqının müəyyən rolu varmı? Biz ən azından Münhen Təhlükəsizlik Konfransını xatırlamalıyıq. Orada yenidən Pəhləvi ailəsini gündəmə gətirdilər, müsahibələr alındı. Bugün də dünya mediasındadılar. Yəni, hətta çox maraqlı bir fakt da oldu. Keçən həftə Pəhləvi ailəsinin bir nümayəndəsi, nəvələrindən biri, Yahudi əsilli bir iş adamına ərə getdi. Yəni, ailə qurdu onunla. Bir toyları da Parisdə olub yeri gəlmişkən. Yəni, bu da çox maraqlı bir gedişatdır. Ən azından mən belə böyük siyasətdə təsadüflər çox nadir olur. Hətta evliliklərdə belə təsadüflər nadir olur. Yəni, daxildə gedən... Nikah diplomatiyası. Bəli, o qədimdən qalan bir şeydir. Yəni, orta əsrlərdən, ondan da öncəki əsrlərdən qalan bir şeydir. Yəni, İranın daxilindəki problemlər o qədər çoxdur ki, yəni, zaten daxildə yetişmiş bir, belə deyək, etiraz potensialı var. Sadəcə, İslam inqilabından sonra İranın bütün, belə deyək də, qaymağını özünün əlində cəmləşdirən, gücünü özündə cəmləşdirən, iqtisadi fürsətlərini əlində cəmləşdirən bir hərbi teokratik qrup var. Əsas məsələ o daxildəki hərbi teokratik qrupla, belə deyək də, çox belə sırf formal yanaşsaq, islahatçılarla konservatorlar arasında, belə deyək, bir mübarizə gedir. Və bu zərbələrin əks-sədası bir müddətdən sonra daxili siyasətdə daha çox özünü biruzə verəcək. Yəni, İran cavab verməsə, ciddi cavab verməsə bir problemdir. Konservatorların hədəfinə tuş gələcək. Həddindən artıq kəskin cavab versə, İsrailin hücumları həddindən artıq kəskin olsa da, artıq daxildəki islahatçılar qanadı güclənəcək ki, yaxşı, siz nəyə aparırsınız ölkəni, hara aparırsınız ölkəni, əgər iqtisadi problemlər varsa, infrastruktur dağılırsa, insanlar ölürsə, biz hara qədər bu prosesi apara bilərik. Yəni, bu proses başlanğıcdır məncə. Düzdür, mən uzun müddətli hava hücumlarının davam edəcəyini, məsələn, həftələrlə, aylarla davam edəcəyini düşünmürəm. Siz də Sahil Bəkim düşünürsünüz ki, bir neçə günə, bəlkə də 2 gün olmasa da 5 gün olsun, fərqi yoxdur. Bir neçə günə məsələlər bu etapda yekunlaşacaq. Növbəti qapı aralanacaq danışıqlar üçün. O danışıqlarda yenə İran uzatmağa çalışsa, növbəti həftələrdə yenə zərbələr də ola bilər. Yəni, artıq, belə deyək, proses işə düşüb. Və mən düşünmürəm ki, İsrail yenə də tək başına davranır. Burada koordinasiya şəklində addımlar da var. Hətta Netanyahunun maraqlı bir bəyanatı oldu ki, aprel ayında biz hazır idik. Bu əməliyyat aprel ayında olmalıydı. Bizi Amerika qoymadı. Yəni, Amerika bizi çəkindirdi ki, biz hələ danışıqlar aparacaq. Yəni, bu, əvvəllər bu tipli hadisələr olanda Amerika prezidentləri, dünya liderləri, ümumiyyətlə diplomati, çox belə diplomatik üslubda danışırlar. Trumpın bir üstünlüyü var ki, çox açıq danışır. Adam deyir ki, bax, gördünüz başınıza nə gəldi. Danışmayacaqsınız, anlaşmayacaqsınız, bundan da pis olacaq. Əvvəllər bunu publik demirdilər. Bunu başqa cür təhdid dilidir amma. Təhdid dilidir, bəli, tamamilə doğrudur. Təhdiddir, amma bu təhdid dili əvvəllər diplomatik kanallarla çatdırılırdı. İndi sosial şəbəkələrdə çatdırılır. Üzr istəyirəm, bir şey də əlavə edeyim.
Mən ehtimal eləyə bilərik, təbii ki, bizim belə bir məlumatımız yoxdur, amma çox güman ki, İran elitasının içində də günü bugün, bəlkə də bu saatlarda, bu dəqiqələrdə müəyyən danışıqlar, yolları axtaranlar var. Amerikanların da, qərb ölkələrinin, İsrailin də o kanallardan gələcəkdə daha aktiv istifadə etmə ehtimalları da var. Əslində, az öncə Sahil bəy də buna yaxın bir fikir söylədi ki... Cavad Zərif nümunədir də. Cavad Zərif söhbət sırf siyasət, indi orada agentura şəbəkəsi var, yox. Amma söhbət siyasətçilərdən gedir. Çünki orada yeni nəsil siyasətçilər yetişir. Məsələn, İran parlamentində yaş tərkibinə baxırsansa, görürsən yarıdan çoxu 40 yaşdan 40-45 yaş aralarıdır, 50 yaşa qədərdir. Yəni, yeni nəsil siyasətçilər yetişib. Onlar Şotlandiyada oxuyub, Britaniyada oxuyub, Almaniyada oxuyub, Amerikada oxuyub. Onlar da öz ölkəsi üçün tamam başqa talih istəyir. Çünki doğrudan da İran coğrafiyası, indi biz türklərə də çox, belə deyək də, doğma bir coğrafiyadır, coğrafiya olaraq. Çox möhtəşəm potensialı var. Dünyanın qaz ehtiyatlarına görə ikinci ölkəsidir. Neft ehtiyatlarına görə ilk beşliyə daxil olan ölkədir. Dinamik toplumu var, 85 milyon əhalisi var, böyük ərazisi var, Hind okeanına çıxışı var. Amma ölkə kasıb şəkildə yaşayır. Ölkə, belə deyək də, ancaq xarici düşmən obrazı üzərindən daxildə baskıları qurmaq üçün istifadə edir. Mənə elə gəlir ki, indiki bundan sonraki mərhələlərdə artıq İranın o daxilindəki siyasətçilərin bir çoxu da açıq danışa bilməzlər, çox güman ki, hələ rejim çox güclüdür, onlara qarşı repressiyalar ola bilər. Müxtəlif kanallarla, qərb ölkələri ilə müxtəlif əlaqələr yaratmağa çalışacaqlar. Və qərb ölkələrində burada, elə Avropanın da, Amerikanın da çox böyük təcrübəsi var. Dərinə getsə, İran inqilabının da müəlliflərindən biri Fransa idi də, yəni Britaniya ilə qarşı durmaya görə bir inqilab törətdilər orada. Çünki həm də BP ilə fransız şirkətlərinin bir savaşı var idi orada, belə çox anons olunmayan və nəticə itibarilə artıq neçənci, 46-cı ildir ki, dünyada belə bir problem yaşanır. Yəni bunlar daxildəki siyasətçilər də anlayır ki, məsələn, indi hələlik sakitləşə bilər. Tutalım 2 gün, 3 gün yenə bombardımanlar oldu, məsələ sakitləşdi. Amma problemlər ki, həll olunmayacaq. Bir müddətdən sonra bu problem yenə qalxacaq. Yəni ona görə də mən bu hadisə, mənə elə gəlir ki, belə kəskin olması və İsrailin həddindən artıq sərt zərbələr vurması həm də ki, daxili siyasətdə yeni dizayn formalarının axtarışına gətirib çıxaracaq. İstəyərdim ki, biraz da radiasiya məsələsindən danışaq. Çünki Astarada da yoxlamalar aparılır. Biz düzdür, deyirik ki, humanist baxımından da biz bu addımları ata bilmərik, amma digər təhlükələri də göz ardı eləyə bilmərik. Ən azından nüvə obyektlərinin vurulması bizim üçün gələcəkdə necə bir böyük təhlükə yarada bilər. Təbii ki, Çernobılda baş verən hadisələrlə bağlı illər ərzində filmlər çəkildi. İnsanlar inanmırdılar, gedirdilər həmin ərazilərə, daha sonra artıq öz bədənlərində, həyatlarında bunu hiss eləməyə başlayırdılar və radiasiyanın nə qədər təhlükəli bir məsələ olduğunu hər birimiz bilirik. Həm filmlərdən, həm də Çernobıl hadisəsində uzun illər ərzində danışılan məqamlardan, hekayələrdən və faktlardan. İndi belə bir təhlükə yarandığı zamanda Astarada da yoxlamalar gedir. Düzdür, hələ ki, çox ciddi bir təhlükə aşkarlanmayıb, amma müharibə davam eləyərsə, yenə də nüvə obyektləri hədəfə götürülərsə, sizcə bizim üçün və region üçün hansı təhlükə gözlənilir? Doğrudan da bu radiasiya nə iyisi yoxdur, nə qoxusu yoxdur, nə rəngi yoxdur. Elə bir problemdir ki, insan hətta hiss etmədən belə çox ciddi problemlərlə qarşılaşa bilər. Mən düşünürəm ki, Azərbaycan hökuməti vaxtında reaksiya verərək bütün sərhəd boyu, tək Astarada yox, bütün sərhəd boyu hava çirkliliyinin yoxlanılması, Araz çayının çirkliliyinin yoxlanılması ilə bağlı monitorinqlərini artırmalıdır. Həmişə hazır olmalıyıq. Beynəlxalq ictimaiyyətdə də bu ciddi narahatçılıq yaradır. Amma mən düşünmürəm ki, İsrailin məqsədi məhz orada hansısa bir nüvə fəlakətini yaratmaqdır. Yəni bu da deyil. Amma zərbələr zamanı hansısa obyektlərə ziyan dəyə bilər, oradan sızıntılar ola bilər. Bunun həcmi və belə deyək də maştabı biz ümid eləyək ki, çox kiçik olacaq. Həm İran xalqına, həm də Azərbaycan xalqına ziyan vurulmayacaq. Natiq bəy, çox üzr istəyirəm, müdaxilə edirəm fikrinizə. İki aspektdən bu məsələni istəyərdim ki, müzakirə edək. İranın nüvə silahı əldə etməsi Azərbaycanın da maraqlarına uyğun deyil. Təbii ki, nüvə silahı daha çox təhdid deməkdir. İsrailin də nüvə obyektlərinə hədəfə alması Azərbaycanın maraqlarına uyğun deyil. Yəni, bu iki məsələni göz önünə gətirəndə vəziyyətdən çıxış yolu nədir bəs? Doğrudan da
biz ümumiyyətlə istərdik ki, bölgəmizdə bütün məsələlər qansız, qadasız danışıqlarla həll olunsun. Amma təəssüf ki, dünya artıq o dünya deyil. Beynəlxalq hüquq yoxdur, beynəlxalq hüquq çökür. Heç bir beynəlxalq müqavilələr işləmir. İş o yerə gəlib ki, bugün Rusiya İranın suverenliyinə müdaxilə etdiyinə görə İsraili qınayır. Halbuki 3 ildən çoxdur ki, Ukraynanın suverenliyinə birbaşa nəinki müdaxilə edir, hətta ərazilərini işğal da edib. Yəni, dünya belə tragikomik bir vəziyyət alıb. Ona görə biz çox istərdik ki, danışıqlar yolu ilə həll olunsun, bir münaqişə böyümədən həllini tapsın. Amma hər bir hadisəyə də hazır olmaq lazımdır. Radiasiya fonunun ölçülməsi ilə bağlı, vaxtında xəbərdarlıqların edilməsi ilə bağlı bir mərkəz yaradılmalıdır. Məncə, Azərbaycanda müvafiq qurumlar tərəfindən və əhalinin bilgiləndirilməsi olmalıdır. Çünki narahatçılıq olmamalıdır da. Yəni, hər birimiz narahat olmamalıyıq ki, məlumatsızlıqdan, məsələn, xarici mediada oxuyuruq, onu Azərbaycan tərəfindən həmən reaksiya verməlidir ki, Azərbaycan əhalisində də hansısa bir narahatçılıq olmasın. Amma mən yenə təkrarım, böyük bir fəlakətin inşallah ki, olmasını gözləmirəm. Çünki nüvə silahı yox idi hələ, yaxşı ki, İranda. O vurulan sentrafuqalarınsa radiasiya ifraz etmək qabiliyyəti o qədər də yüksək deyil. Çernobulla müqayisə olunacaq səviyyədə deyil. Çernobulla reaktorlardan biri partlamışdı. Yəni, o çox böyük bir zərbə vurmuşdu, həddindən artıq böyük bir zərbə vurmuşdu. Orada da küləklərdən də çox şey asıldı. Külək hansı istiqamətə əsirsə, həmin radiasiya topunu da, radiasiya toplantısını da o istiqamətə yönləndirəcək. Amma İranda hələ ki, belə bir qorxulu vəziyyət yoxdur. İcazənizlə bir cümlədə bayaqki mövzuya bir dönüş eləyək. Təbii ki, İran bilir ki, Azərbaycanın ona qarşı hansısa bir təhlükəsi yoxdur. Amma bu hərbi təhlükə deyil, bu dəqiqdir. Amma bir özlərində algıladığı bir təhlükə var. O da odur ki, uğurlu, güclü və iqtisadi cəhətdən çox inkişaf eləmiş Azərbaycan onlar üçün təhdiddir. Söhbət hərbi təhdiddən getmir, bir rol modeldən gedir. Çünki orada 35 milyon, 40 milyon soydaşımız yaşayır. Bir rol model, inkişaf etmiş, güclü, iqtisadiyyatı güclü olan bir ölkə qura bilsək, gələcəkdə də bunu inkişaf elətdirə bilsək, bu ciddi bir rol modelə çevrilə bilər. Mənə elə gəlir ki, İranın Azərbaycana münasibətində o alt qatlarda olan, belə deyək də, qısqanclıq, belə deyək, həddindən artıq belə adekvat olmayan münasibət, Ermənistana daha sıcaq baxması, Ermənistanla daha yaxın münasibətləri, məhz o Azərbaycanın gələcəkdə rol model olaraq orada yaşayan soydaşlarımız üçün bir, belə deyək, modelə çevrilməsi təhdidi var onlar üçün. Daxildə onları algılıyor. Amma belə algılamaqdansa, öz ölkələrini normal inkişaf etmiş bir ölkəyə çevirsələr, Azərbaycanla özlərinin düşündüyü o təhdid də avtomatik ortadan qalxar. Yəni, vətəndaş İran daxilində xoşbəxtdirsə, niyə ki, özü Azərbaycana qalsın, necə deyərlər? Çünki elə bir rol model Türkiyə var. Türkiyə qat-qat inkişaf etmiş, çox gözəl iqtisadi potensialı da olan, iqtisadiyyatını da inkişaf elətdirmiş, turizmini inkişaf elətdirmiş bir rol model Türk dövləti var. Amma Türkiyəni nədənsə algılamırlar. Elə algılamırlar. Çünki bilmirəm, bu Osmanlıdan mı gəlir, oradan tarixdən mi gəlir, bilmirəm. Amma elə algılamırlar. Azərbaycanın güclü dövlət olması, iqtisadi gücünün artması, sosial rifahının yüksəlməsi, belə bir ciddi bir, belə deyək, mayaka çevriləcək bir ölkəyə çevrilmə potensialı onları nədənsə daha çox narahat edir. Buyurun, Natiq bəy, əlavəniz var. Mən erməni mətbuatını dünəndən diqqətlə oxumağa çalışdım, Rusça, İngiliscə çıxan məlumatları. Onlar bir yas elan eləmişlər az qala, yəni İrana qarşı bu əməliyyatdan çox narahat olduqlarını və onların narahatçılığı İranın zəifləyəcəyi təqdirdə Cənubi Qafqazda da problemlərin, onlar üçün problemlərin yaşandığını düşünürlər. Yəni, arxalandıqları İrandır deyə vəziyyət necə olacaq? Tamamilə doğrudur. Sualını qoyurlar. Burada bundan başqa da İsrailə qarşı belə bunların kəskin münasibətlərinin arxasında həm də 2-ci Qarabağ savaşı durur. Onlar çox ciddi şəkildə öz cəmiyyətlərinə inandırıblar və bu təbliğatda həddindən artıq çox güclü gedir ki, İsrailin çox böyük yardımı olmasaydı Azərbaycan qələbə qazana bilmir. Əvvəl Türkiyə deyildilər, sonra Türkiyə-İsrail deyildilər. İndi məqam tapan kimi yenidən İsrail önə çəkirlər ki, Azərbaycan qələbə qazana bilməzdi. Türkiyə ilə sərhədi açmaq istəyirlər deyə, hələ ki, Türkiyə ilə bağlı mövqedə biraz yumşalmaları var. Bunun da bir psixoloji mənim üçün izahı var. Yəni, bu siyasi izah deyil. Psixoloji izah odur ki, hələ də erməni cəmiyyətinin bir hissəsi, ən azından bir hissəsi, hamısını deməyim, özlərinə sıxışdırıb və qəbul edə bilmirlər ki, Azərbaycan əskəri uddu onları. Türkiyə var, sağ olsun. İsrail var, sağ olsun. Müttəfiqlərimiz var, sağ olsunlar. Amma onları qalib gələn Azərbaycan əskəri oldu.
Azərbaycan əskəri Şuşanı aldı. Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Bunu qəbul eləmirlər, həzm eləyə bilmirlər deyə. Yəni Azərbaycan İsrail olmasa, Türkiyə olmasa, Pakistan olmasa, Rusiya olmasa qalib gələ bilməzdi. Belə bir fikrini yayırlar neçə illərdir. Və indi də İsrailin İrana hücumu fonunda Azərbaycanla İsrailin münasibətlərini əldə rəhbər tutaraq İsrailə qarşı mövqedən daha çox çıxış edirlər. Özdə fərqi yoxdur. İqtidar yönlü, müxalifət yönlü mətbuat aşağı-yuxarı bu məsələdə eyni xətt yürüdür. Amma daha dərin qatlarda narahatçılıqlar da ondan ibarətdir ki, İranın zaten proksiləri zəiflədildiyi son 2 ildə, əsasən də Suriya hadisələrindən sonra İranın zəifləməsi onlar çox yaxşı qəbul etmirdilər bunu ki, bizə ziyandır. İndi İran bu hadisədən də daha da zəifləmiş çıxacaqsa, regionda, Cənubi Qafqazda İranın müxtəlif təsir dairələrinin zəifləyəcəyini, bu da müttəfiqləri olduqlarına görə Ermənistanın da mövqelərinin zəifləməsi ilə nəticələrini düşünürlər deyə, bax, belə bir problem yaşayırlar və ümumiyyətlə erməni mətbuatı son 36 saatdır sanki oxuyanda elə bilirsən ki, İran mətbuatını oxuyursan. Yəni, orada bir ciddi fərq görmürəm açığı mən. Yeri gəlmişən Sinara xanım, əgər müqayisə aparsaq da, həmin İran Azərbaycandan güya belə deyək də, o təhlükə dırnaqarası, təhlükə və təhdid fikrində olan, nə bilim, narahat olan İran Qərbin Ermənistanda möhkəmlənməsindən heç də narahatlığını heç vaxt izhar eləmədi. O da var. Natiq bəy, istəyərdim ki, Avropa İttifaqının xarici işlər üzrə Ali nümayəndəsi Kaya Kallas da danışıb Abbas Arakçı ilə. Son verilən məlumatlarda bu da öz əksini tapır və İranın nüvə silahı əldə etməsinin mümkün olmayacağı bir daha ifadə edib. Yəni, Amerika Birləşmiş Ştatlarının mövqeyi ilə eynilik biz görürük. Əslində, Sahil bəy də az öncə dedi ki, Avropa İttifaqı burada fərqli bir mövqe sərgiləməyəcək, gözləməyək də Ukrayna məsələsini xatırlatdı xüsusilə də. Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları arasında müəyyən zamanlarda Trumpın gəlişindən sonra biz fikir ayrılıqlarını müşahidə etmişik, müzakirə də etdik bunu. Bəs İran məsələsində biz az da olsa bu fikir ayrılığını sezəcəyik, yoxsa Ukrayna məsələsində olduğu kimi hansısa bir nöqtədən sonra yenə də kartlar veriləcək Amerika Birləşmiş Ştatlarının əlinə? Təbii ki, Amerika Birləşmiş Ştatlarının mövqeyi çox-çox güclüdür. Bu məsələdə də güclüdür. Elə Ukrayna məsələsində də biz gördük. Avropa əsir coşur, biz çox şey eləyəcəyik, planlar hazırlayırlar, amma sonda nə deyirlər? Gedək bu planları Trumpa təqdim edək. Yəni, bu nöqteyi nəzərdən Avropanın mövqeyi kifayət qədər zəifdir. Yaxın şərqdə ümumiyyətlə zəifləyib son vaxtlar. Amma maraqları müxtəlifdir. Bu dəqiqdir. Avropanın İrana mövqeyi və baxışı tamam fərqlidir. Avropa İranı gələcəkdə Rusiyanı əvəzləyə biləcək bir xammal bazası kimi görür. Bir bazar kimi görür, böyük bir bazar kimi görür. Amerikadan fərqli olaraq. Amerika başqa cür baxır İrana. İran məsələsini həll etdikdən sonra, ümumiyyətlə Ukrayna İran məsələsini həll etdikdən sonra bütün diqqətini uzaq şərqə yönətməyə çalışır. Çünki əsas təhdidi orada görür. Avropanın elə bir problemi yoxdur. Avropa belə algılamır. Avropa Çini belə təhdid kimi algılamır, Amerika algıladığı kimi. Ona görə Avropanın İrana münasibəti fərqlidir. Və İranın da Fransaya əsasən də, xüsusən də Fransaya münasibəti tamamilə fərqlidir. Ona görə də əgər gələcəkdə açılım olacaqsa, hansısa bir formada anlaşmalar olacaqsa, Avropa daha çox İranın, belə deyək, işin içində olmağına, anlaşmanın içində olmağına, müxtəlif yatırımlar, hətta sanksiyaların götürülməsi, bu kimi addımlarda Avropa Amerikadan daha qabaqda gedə bilər, əgər anlaşma olacaqsa. Məsələn, Obama zamanında altılar anlaşması olanda Avropa buna çox sevinmişdi. Hətta mən xatırlayıram, o zaman tək fransız şirkətləri, total qarışıq fransız şirkətlərinin 200 milyard dollar yatırım qoymaq planları ilə bağlı bir anlaşma da var idi. Sadəcə Trump gəldi, 17-ci ildə məsələni bitirdi. İndi yenidən bir anlaşma olsa, Trump administrasiyası üçün iqtisadi maraqlar, İran üzərindəki iqtisadi maraqlar o qədər də açıq şəkildə büruzə verilmir. Çünki Ərəb yarımadası ölkələri var, çox gözəl münasibətlər var. Təzəlikcən də 4 trilyon dollara yaxın müqavilələr bağlanıb. Yəni, İranı bu gözlə görmür. Avropa bu gözlə görür. Qaz təchizatını İrandan təmin eləyə bilər, neft təchizatını İrandan təmin eləyə bilər, İrana yatırımlar eləyə bilər. Məsələn, İranda 85 milyon əhali var, avtomobil parkı bərbad gündədir, köhnədir, aviapark bərbad gündədir, köhnədir. Hətta Airbus'un belə bir indidən hazırladığı bir plan var ki, əgər anlaşmalar olarsa,
İrana təqribən 180 təyyarənin satılması, onların təmiri, belə bir anlaşmalar var. Yəni bu anlamda mən əminəm ki, İrana da sərf eləyir ki, Avropa daha çox işin içində olsun. Danışıqların içində daha çox Avropa iştirak eləsin. Avropa da buna çalışır. Sadəcə gücü çatmır. Sadəcə o bacardığı bir yerə qədərdir. Yəni Trumpın və yaxud da Amerika ilə İsrailin müttəfiqliyinin qarşısına çıxa biləcək bir addım ata bilmir və bu iqtisadi, siyasi tərəfidir. Bir də mənəvi, psixoloji məsələ var ki, Avropalılar, əsasən də Almanlar, İsrail qarşısında bir, belə deyək də, gözü kölgəli vəziyyətdədirlər, tarixdən gələn. Ona görə İsraili tənqid eləyə bilmirlər, İsrailin çox üstünə gedə bilmirlər. Çünki tarixdə Holokostu, 6 milyon Yahudinin vəhşicəsinə qətl edilməsi Avropa məkanında baş verib. Bu Afrikada olmayıb, Asiyada olmayıb, Avropalıların qeyri-mədəni saydığı sivilizasiyalarda baş verməyib. Bu elə mədəniyyətin beşiyi, özləri də mədəniyyətin beşiyi elan elədiyi Avropada baş verib. Ona görə də İsrail Amerikanın sözünün və əməllərinin qarşısına kəsə biləcəyi və yaxud da bir duruş qoya biləcəyi Avropanın gücü yoxdur. Amma gələcəkdə anlaşmalardan ən çox pay almağa çalışan da elə Avropa Birliyi olacaq. Natiq bəy, sizin də yekun fikirlərinizi, proqnozlarınızı alaq. Mənim üçün belə çox qəribə şəkildə İranın bugünkü durumu ilə SSR-nin son illəri çox bənzədirəm mən əslində. Çünki ideoloji olaraq, yəni quruluş olaraq yox. Çünki SSR-nin sonunda heç kim sosializmə inanmırdı. Amma hamı Komünist Partiyasının üzvü idi, hamı kommunizmdən danışırdı, sosializmdən danışırdı, amma heç kim inanmırdı. Mən uşaq idim, amma bizim evdə, məsələn, qohumlarım, universitet müəllimləri yığışıb söhbət eləyəndə 86-cı, 85-ci ildə heç kim inanmırdı kommunizmə və sosializmə. Bugün İranda buna bənzər hadisələr gəlir. Cəmiyyət artıq o 79-cu ildən sonra o tezislərə artıq inanmır. Biz xaricdə görürük də, İranlıları görürük, özlərini daha rahat hiss eləyirlər. İndi sanki cəmiyyətdə olan altdan gələn o dəyişiklik istəyi həyata keçirilməsinin zamanı yetişir. Necə ki, SSR-nin zamanı artıq 85-ci ildən sonra məlum idi ki, yavaş-yavaş sistem çöküşə doğru gedir. İndi də sanki buna bənzər bir neçə ilə artıq bu sistemin... Çünki daxildə səsləndirilən tezislərlə insanlar buna inanmadan yaşamağı çox az uzun sürə bilir. Və indi də həmin sürəci yaşayırıq. Tezislər var, amma daxildə insanlar buna inanıb yaşamırlar. Bax, indi İranın durumu buna bənzəyir daha çox. Təşəkkürümüzü bildiririk Natiq bəy. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Sahil bəy, sizə də fikirlərinizə görə təşəkkürümüzü bildiririk. Belə dəyərli izləyicilərimiz, gərgin olan proseslərdən danışdıq və İran-İsrail gərginliyinin sonu necə olacaq? Bununla bağlı müxtəlif proqnozlar verildi və elə bu dəqiqələrdə də gərginliyin davam etdiyini nəzərə alsaq, proqnozlar özünü doğruldacaqmı? Bunu zaman göstərəcək. Görüşərik. Hələlik.